deyim, beynimiz əslində bizlə çox güclü oyun oynayır. Bəli. Həddindən artıq. Yəni bir beyni müşahidə etsək, özümüzün, deyim ki, bir 3 saatlıq müşahidə etsən, sən milyonlarla oyunun şahidi olacaqsan. Misal olaraq deyim, dünənlərim mən qarşıma məqsəd qoymuşam ki, hər gün səhər 40 dəqiqə də olsa gəzim. Səhər buna bayağı bir vaxtım var. 3 gün beynim mənə allatdı. Sonra başa düşdüm ki, beynin oyunudur. Aytan 40 ilə get gəz. Getdim, gəzdim. Biz 5-ci mərtəbə qalıb. 5-dən 1-ə düşənə qədər elə bilirəm ki, çox soyuqdur. Əynimi qalın geyinirəm. Mənə elə gəlir ki, küləyin səsi daha möhkəmdir. Düşürəm aşağıda görürəm ki, yazdı. Əslində beyin təzədən bir şərfi çıxardıram falan, beşməkan gəzirəm. Gəzənə qədər beynimin çıxartdığı oyunlar dəhşət idi də, yəni ki, orada da bir proses başlayır. Mən bunu İndi mən bu tərəfini deyirəm, amma komfortdan çıxmaq istəyirəm. Komfortdan çıxmaq istəyirəm, bəli. Evdə oturmaq istəyirəm. Məni ən çox yaralayan mövzulardan biri ətrafımızda gənc xanımlar da çoxdur, gənc bəylər də çoxdur. Onların hamısının dediyi bir söz var ki, əşi hamısı eynidir. Əşim nə olacaq ki, münasibəti qursam. Əslində baxırsan ki, o bugünü yox, dünənki hansısa hadisələrin aynalısını aynalayır və qarşındakılar artıq keçmişindəkilər kimi görür. Bəli. Və yeni hədəfi yoxdur. Bu da qorxunun bir növüdür əslində. Bəli. Əslində bu dediyiniz də bayaq toxunduğumuz məqamla eyniləşir məna etibarilə. Biz ümumiyyətlə yaşadığımız hər hansı bir hadisənin təsirində qala bilərik. Bu artıq bizim orada individual yanaşmamızdan asılıdır. Emosional bizim nə dərəcədə özümüzü inkişaf elətdirdiyimizdən, həmin məsələnin məhz həmin məsələ ilə qapandığını biz ondan işlədikmi, o məsələ ilə işlədikmi? Misal üçün siz münasibətlərdən nümunə gətirdiniz Aytan xanım. Tutaq ki, mən bir xanımam, keçmişdə bir münasibətim olub, misal üçün deyirəm. Mən həmin məsələnin və bitib həmin münasibət. Mən öz-özlüyümdə analiz eləyirəm. Bu insan mənim qarşıma niyə çıxdı? Mən o münasibəti necə yaşadım və bu münasibət bitibsə, mənim həyatıma olan o təsirini, mənim həyatımda həmin insanın xidməti demək ki, bitib. Xidmət əlbəttə dırnaq arası deyirəm. Çünki bildiyiniz kimi hər bir insan, hər bir situasiya bizim həyatımızda bizə xidmət etmək üçün, bizi bir yerlərə gətirmək üçün gəlir, heç nə əbəs yerə deyil. Sadəcə mən buna baxmaqla görmək arasındakı fərq deyirəm həmişə. Biz dərinlərə düşə biləndə, özümüzü müəyyən qədər də olsa analiz eləyə biləndə, biz artıq o yerdə qalmırıq. Biz nə edirik? İnkişaf edirik. Bəli. Biz onu anlayanda ki, niyə bu münasibət bitdi? Çünki heç bir münasibəti biz əgər orada duyğusal bir bağ varsa, sevgi hissləri varsa və s. gözəl hisslərlə biz bağlanırıq da, heç vaxt biz əvvəlcədən istəmirik axı o bitsin. Ancaq müəyyən bir yerdən sonra müəyyən səbəblərdən bitə bilər. Bu da həyatın içində mümkündür, qəbul olunandır. Sonrakı münasibətlərə təsiri isə sizin dediyiniz kimi bizim həmin münasibətlə bağlı məsələləri içimizdə rusların bir gözəl sözü var, переваривать eləmə, həzm etməmişik demək ki. Nəsə bizə orada sual qalıb, biz tam onu anlamamışıq, o niyə bitdi? Çünki biz onu bitirmək üçün başlamamışdıq. Doğru. Ancaq bitdi. Niyə başladı? Necə davam etdi? 3 sual. Və niyə bitdi? Və mən buradan nə öyrənməliyəm? Bu da 4-cü və şah sual. Nə öyrənməliyəm? Bəli. Niyə mənim başıma gəldidən çıxıb? Niyə məndən çıxıb? Bəli. Niyə mənim başıma bu gəlirdən biz çıxıb? Buradan nə öyrənməliyəm keçəndə biz oluruq yetişkin. Əslində sualın cavabı çətindir. Bəli, çətindir. Ona görə də zaman vermək lazımdır. Ona görə də o plaster münasibətlər deyirlər də, müvəqqəti münasibətə həmən keçməmək tövsiyə olunur adətən professionallar tərəfindən. Bəli, çünki bu yanıldıcı ola bilər. Bu digər bir münasibətin ağrısını özünə unutturmaq ola bilər. Yenə də qayıdırıq əvvələ nəyə? Beyin bizlə oynayır. Niyə oynayır? Çünki bizim beynimizin təməl tapşırığı nədir? Yaradan tərəfindən. Bizi qorumaq. O düşünür ki, bizi qoruyur. Ölməməyimiz. Bəli, bizi sağ qalmaq. Axı biz dərkə getmirik. O bizi oynadır, biz dərk eləməyə girmirik. Bəli, məsələ elə orada gəlir, açılır da. Biz dayanmalıyıq. Ona görə dedim ki, yeni münasibətə keçməməyə tövsiyə olunur. Dayanmaq, bir nəfəs almaq, bir durmaq həyatda ən gözəl bir şeydir. Mən özüm də onu son 5 il ərzində özümə öyrətməyə çalışmışam, xüsusilə koçluq təhsilimdən sonra. Dayanmaq, danışanda, düşünəndə, qidalananda, hər bir prosesdə asta-asta, fasilə ilə, mümkün qədər.
Çünki bizim bədənimiz də, bizim beynimiz də, ruhumuz da hər bir şeyi həzm eləməyə ehtiyacı hiss edir hər zaman. Biz ona həzm edəndə, necə qidalananda biz onu asta-asta müəyyən zaman dilimlərinə böləndə orqanizmimiz daha gözəl onu həzm edir. Beynimiz də elə işləyir, hisslərimiz də elə işləyir. Ona görə də həzm Çox zaman, çox gözəl bir tələsməmək. yerə toxundunuz əslində. Həzm mən yalnız mədənin həzmini bilirdim. Amma emosiyaların, hisslərin həzminin olmasını mən ümumiyyətlə bilmirdim. Yəni bu sözü birinci dəfədir sizdən eşidirəm.